Müğənni İradə İbrahimova ailəsi ilə birlikdə İtaliyaya gedib. Doğru Xəbər maqazin bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. 45 yaşını Romada qeyd edən müğənni paylaşımına bu sözləri yazıb. İnsan bəzən həyatında görüləcək, gediləcək, dadılacaq, ediləcək, oxunacaq, dinlənəcək, öyrəniləcək nə qədər çox şeyin olduğunu düşününcə yetişməyəcəyindən qorxur. Qorxmaq deyil əslində, vaxtını səmərəli keçirməyə cəhd göstərir. Əlbəttə ilk işimiz niyyəti səmimi olmayan hər şeydən qaçmaqdır. O zaman bizə verilən bu yaşam şansından, nəfəsimizdən, seçimlərimizdən doğru istifadə edək. Xoş gəldin, səfalar gətirdin. Görək sən nələr öyrədəcəksən. Əminəm, boş keçməyəcəksən. Məlumat üçün qeyd edək ki, İradə İbrahimova 2009-cu ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Onların 2 övladı var.